Ayətullah Xoşvəxt belə bir gözəl hikmətli söz deyir. Şeytanlar boş dayanmır və gözləyirlər ki, Ramazan ayı bitən kimi insanların ay boyunca yığdıqlarını zay eləsinlər. Yığıb da bu varlıdır. Maşallah, əli doludur. Şeytan çalışır ki, Ramazan ayı bitən kimi bizim yığdıqlarımızı əlimizdən alsın. İşi nədir? Quranda and içib. Düşməndir bizə. Bir günaha düçar eləsin. Ramazan ayında yığdığı savabları əlindən çıxartsın. İstəyirdi oruç tutmasın, Ramazan ayında hörmət saxlamasın, Quran oxumasın. İndi zəhmət çəkdi, gördü bu oruç tutdu, bir ay Allahın sözünə qulaq asdı, Quran oxudu, insanların haqqına girmədi. Bir ay öz dilini qorudu, bir ay özünü günahdan qorudu ki, kiminsə xətrinə dəyməyim, kiminsə qəlbini incitməyim. Ramazan ayı çıxandan sonra şeytan istəyir o yığdıqlarını oğrasın ondan, puç eləsin, məhv eləsin. Bəzilərinin yığdıqları bir həftə çəkir. Ramazandan sonra bir həftə görsən ki, bu adam bir həftədən sonra hər şey verir əlinə. Bəzilərində 2 həftə çəkir, bəzilərində 1 ay çəkir. Ondan sonra yenə də başlayır həmin günahlara. Amma əsl mömin, inşallah siz onlardan olasınız. Gələn Ramazan ayına qədər yığdıqları nə edir? Qoruyub saxlayır. Qardaş, Ramazan ayına nə yığmışdın? Ehtiyatlı ol. Şeytan onu alacaq səndən. O savabları almasa, and içib. Öləndə belə üzü qibləyə uzadırlar. Da can verir də öləcək. Orada da şeytan əhl-i-beyt imamlarımızdan var. Gəlir insanı vəsvəsə edir ki, bu dünyadan köçəndə kəlmə-i şəhadət deməsin.